Ben İstanbul Karadeniz'den gelmişim. Sözü Zeynep'te komando şehidi. İtibar İmam Əliyev'in anasıyan bu gün biz Hazırabad ve Sabirabad şehit analarıyla birlikte Lakat Qaratili antiterror əməliyyatları zamanı şəhadətə uzanan Yunusov Denton balamızın cənnətdəki mövlududur. O münasibətle biz həm onun yaşadığı ocağın həm məzarüstü abidəsini ziyarət edirik. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, məqamlarını uca eləsin. Allah'tan bütün şəhid valideynlərinə səbir diləyirəm. Onlar özləri bu dünyada olmasa da onların qoyub getdiyi iz əbədi yaşayacaqdır. Onlar 30 illik işğala son qoyan qəhrəman oğullardır. 44 günlük müharibə vaxtında torpaqlarımızın bir çox qismi azad olunsa da bəzi işğal altında olan bölgelerimiz ki var idi. Həmin o bölgeleri, o şəhərləri, istər Xankəndi, istər Xocavənd, Xocalı, həmin bölgelerin azad olunması uğrunda bu şəhidlərimiz, antiterror şəhidləri öz canlarından keçdilər. Bununla da öz torpaq bütünlüyümüz, suverenliyimiz bərpa olundu. Möhtərəm Prezidentin sərəncamı ilə 20 sentyabr suverenlik günü kimi qeyd olunur. Allah'tan bütün şəhidlərimizə rəhmət diləyirəm. Məqamları daha da uca, ruhları şad olsun. Biz bir şəhid valideyni kimi bu oğullarla fəxr edirik. Ona göre ki, torpaqlarımızın bütünlüyündə, suverenliyində bizim de evlatlarımızın payı var. Ona göre de bizim için, biz analar için, valideynlər için ne kadar acı olsa da bir o kadar da gurur vericidir ki, torpaqlarımızın bütünlüyündə bizim de evlatlarımızın payı var. Allah Teala bütün əskər və zabitlərimizi qorusun. Qazilərimizə şəfa versin, veteranlarımızı qorusun. Hal-hazırda vətən keşiyində durub sərhədlərimizi qoruyan əskərlərimizi, zabitlərimizi qorusun. Hər biri sağ-salamat qayıdıb gəlsin öz ailələrinə, valideynlərinə. Allah dövlətimizi, dövlətimizin birliyin, azadlığını qorusun. O azadlıq ki, bizim şəhidlərimizin qanı, canı bahasına alınıbdır. Biz hələ bir şəhid valideyni olaraq özümüzlə hazırıq ki, son damla qanımıza qədər ölkəmizin azadlığını, suverenliyini qoruyaq. Allah bütün şəhidlərimizə rəhmət, məqamlarını daha da uca eləsin. Hər birimizə Allah'tan bol səbir diləyirəm. Amin. Məkanları, cənnət məqamları olsun, ruhlar şad olsun. Amin.